Sizi əməliyyatçı, təhqiqatçı və müstəntiq dəvət edir. Cinayət işi yoxdur. Adından göründüyü kimi bu dəvətdir. Dəvətə gedə də bilərsiniz, getməyə də bilərsiniz. Lakin təhqiqatçı və müstəntiq sizə çağırış vərəqəsi göndərirsə, ya telefonla zəng edib deyirsə ki, cinayət işi üzrə şahid qismində çağırılırsınız, siz getməlisiniz, məcburi gətirmə qərarı qəbul oluna bilər. Əməliyyatçının dəvətinə getməsəz, məcburi gətirmə qərarı barənizdə qəbul oluna bilməz. İzahat və ifadə. Görür ki, cinayət işi başlamadan vətəndaşın ərizəsi əsasında izahat alınır. İzahat vermək məcburidirmi? İzahat vermək təhqiqatçı, müstəntiqin və əməliyyatçının hüququdur, lakin vətəndaşın vəzifəsi deyil. Məndə bir hal olmuşdu, müvəkkilimlə getmişdik ərizə üzrə, vətəndaşın ərizəsi üzrə. Təhqiqatçı izahat verməyi təklif etdi. Müvəkkilimi başa salmışdım ki, bir mənalı olaraq həmin izahatın verilməsinə imtina et. Təhqiqatçı təklif etdi ki, onda izahat blankında qeyd edin ki, izahat verməkdən imtina edirəm. Elə də yazdıq, izahat verməkdən imtina edirəm. Çünki izahat verməkdən imtina məsuliyyət yaratmır. Lakin şahid qismində ifadə verməkdən imtina məsuliyyət yaradır. Bir sözlə, izahat vermək sizin hüququnuzdur, ifadə vermək isə sizin vəzifənizdir.